Gizli tikəni inşallah ki Aygun xanım yığıb. Aygun bundan nə bişirəcəksən? Bundan inşallah gürzə pişirib sizi qonaq dəvət eləyəcəm. Gürzə nədir ki, o haranın qidasıdır belə, yəni O avar mətbəxidir. avar. Hə, bizdə Dağıstanda bundan gürzə eləyirlər. Qəşəng içi quyruqlu, soğanlı yığırlar elə bir xəmirin içinə, pükürlər. Bunu sizə görə yığmışam. Və sən dedin bundan bişir gələcəm. Mənim ən sevdiyim bitkidir bax bu gizli tikən. Özü o qədər dadlı. Yenə də olur bu. deyirəm, yaşı qanı biraz laxtalandırır, qorxusu yoxdur, problem yoxdur. Yürüyüş eləyən insanda heç o qədər laxtalandırmır. Qurusun, dəmlinsin, qanınızı mükəmməl təmizləyəcək. Çox da ləzzətli olur. Bunu Hə, yeməyi, o qutabı da çox qutabını dadlı. yeməmişəm, yox, yalan deyərəm. Belə. Çox dadlı olur bunu yeməyi. İnşallah ki qurbanlarımızı da indi kəsirik. Bir dənə göstərim sizə. İnşallah ki qurbanları kəsirik. Zakata Balaşən Katex kəndində Adil kişigildə qonağıq. Allahın izni ilə bunlar kəsək, kasıblara burada paylayaq. Çünki belə deyim də Ramazan ayıdır. İnsanlar çox ət yeyə bilmir. Kasıblara verəyin ki, olmasa ayda 1-2 dəfə ət yesinlər. Allahın izni ilə biz də biraz savab qazanaq. Neçə insanlar mənə dəstək oldu, sağ olsunlar. Bir 4-5 nəfər var. İndi kimin nəyə güc çatdı atdım mənə, dedi bizim də payımız olsun. Mən özüm də pul qoydum, nə qədər lazımdırsa tamamladım. Və Allahın izni ilə kəsirəm. Bismillah, paylayaq getsin.